Digər bir informasiya, dəyərli tamaşaçılar, bu isə Rusiyanın Dneprə kütləvi raket zərbələri endirməsidir. Baxmayaraq ki, Ər-Riyad danışıqlarında tərəflər razılaşdılar ki, bir-birinin enerji infrastrukturuna həmlələr etməyəcək və hücumlar həyata keçirməyəcəklər. Amma aprelin 18-nə qədər qüvvədə olacaq bu 30 günlük atəşkəsə baxmayaraq Rusiya Ukrayna şəhərlərinə hücumları və raket zərbələrini davam etdirməkdədir. Bu gecə saatlarında da Rus qüvvələri Dneprə kütləvi raket hücumu həyata keçiriblər. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lysak xəbər yayıb. Onun sözlərinə görə düşmənin hücumu nəticəsində şəhərdə bir neçə yanğın baş verib. Avtomobillər və infrastruktur obyektlərinə zərbələr nəticəsində partlayışla müşahidə olunan yanğın olub, o itkilərin olub-olmadığının araşdırıldığını bildirib və gördüyünüz kimi əslində martın 18-dən qüvvədə olan və martın 18-də aparılan telefon söhbəti zamanı Trumpla Putin arasında əldə edilən sövdələşmə, ardınca Ər-Riyadda aparılan danışıqlar nəticəsində razılaşdırılan bu məsələyə baxmayaraq, yəni bir-birimizin mülki infrastrukturuna, enerji infrastrukturuna hücum etməyəcəyik, yenə də Rusiyada öz növbəsində bu deməli atəşkəs çağırışlarına riayət eləmir və bu da gözlənilən idi. Gözlənilən ondan ibarət idi ki, Rusiya atəşkəsi pozacaq və indi Rusiya deyəcək ki, bütün bu proseslər zamanı əslində Rusiya deməli yox, Ukrayna riayət eləmir və bütün bunların yükünü, məsuliyyətini Kiyevin üzərinə qoyacaqlar və buna görə də biz atəşkəsin əvvəl gündən axıra qədər riayət olunmayacağı qənaətində idi. Biz deyirik ki, tərəflərdən biri mütləq şəkildə atəş açacaq, infrastruktura zərbələr endirəcək, mülki infrastrukturu hədəf alacaq və nəticədə bu aprelin 18-nə qədər də heç enerji obyektlərinə hücumlarla bağlı atəşkəsə riayət olunmayacaq. Düzdür, Dneprə hücumlar zamanı hələ tam olaraq dəqiqləşdirilmir ki, hansı konkret infrastruktur zərər çəkib, amma yenə də biz şəhər rəhbərliyindən, Lysakın sözlərindən də görürük ki, hücumlar zamanı faktiki olaraq infrastruktur hədəf alınıb. Hər halda söhbət hərbi obyektlərdən getmir. Davam edirik biz günün xəbərləri ilə və Rusiya-Ukrayna arasındakı müharibə ilə bağlı Ukraynanın təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı, hərbi analitik Ivan Stupak verdiyi açıqlamasında deyib ki, təxminən 13 kvadrat kilometr Belgorod vilayəti boz zona hesab olunur. Yəni, heç bir tərəfin tam nəzarəti altında deyil. Biz əslində bilirik ki, Ukraynanın kiçik miqyaslı hücum əməliyyatı davam edir. Bu əməliyyatın yeganə izahı məncə Rusiya baş qərargahının diqqətini Kursk istiqamətindən yayındırmaqdır. Çünki onlar orada bizim silahlı qüvvələrimizi sıxışdırırlar. Sum vilayətində irəliləyişləri var. Təxminən 6 kilometr dərinliyə daxil olublar. Təcili şəkildə diqqəti başqa istiqamətə yönətmək lazım idi. Bu əməliyyat məhz buna həsr olunmuşdu. Hələ ki, məqsədinə çatır. Rusiya bu əməliyyatdan ciddi şəkildə şikayətlənir deyə Stupak qeyd edib. O, həmçinin Rus hərbi blogerlərinin açıqlamalarına istinad edərək Belgorod vilayətinin landşaftının Ukraynanın xeyrinə olduğunu vurğulayıb. Orada müxtəlif aerasiya kanalları, su hövzələri var. Əgər Ukraynalılar keçsələr, onları oradan çıxarmaq Kursk vilayətinə nisbətən daha çətin olacaq.